Yay fəslinin gəlişinə artıq az bir müddət qalıb. Yayda əsasən vətəndaşların əksəriyyəti bölgələrə, bəzi xarici ölkələrə üst tuturlar. Gəlin görək bu il necə vətəndaşlar yay tətilini harda istirahət edəcəklər? Vallahi Xırdalanda. Necə keçirəcəksiniz Xırdalanda? Yəni tətil üçün heç bir planım yoxdur. Yəni ki, hələ heç bir planım yoxdur. Bəs gedirsiniz ki, yayda məsələn hansısa bölgələrə və ya xaricə? Kürdəmirə gedirəm mən. Heç yerdə işləyəcəm, evdə olacam. Yay tətilini harda keçirəcəksiniz? Salam. Yəqin ki, yay tətilini evdə keçirdəcəm, evdəkilərimlə dərs oxuyacağam. Çünki artıq 10-cu sinifəm. Az qalıb mənim imtahanlarıma, xaricə inşallah vəsiqə qazanmağıma, bəli. Bəs adətən harda keçirirsiniz, getmək istəyirsiniz bölgələrə və yaxud xaricə? İnşallah alınsa ailəmlə rayonlarda olacağam, inşallah. Yəqin ki, bölgələrimizdə. Hansı bölgələrdə? Qax, Qusar, Quba, bu tərəfləri çox sevirik. Yəqin ki, ara-sıra ora gedərik. Həmişə orada istirahət edirsiniz? Yox, da belə fərqli. Məsələn, hansılara getmisiniz daha əvvəl? Məsələn, Qaxa getmişik, Qubaya getmişik, Qəbələyə getmişik, İsmailliyə, belə. Bəs xarici ölkələr necə? Hələ ki, uşaqlara görə çıxmamışıq. Yay tətilində harda istirahət edəcəksiniz? Yay tətilində Bakıda olacağıq. Hərdən bir də rayonlara gedəcəyik. Hansı rayonlara? Düzdür, rayonlara getmək indi bizə xaricə getməkdən baha başa gəlir. Yəni ki, bir günlük geysən Qəbələdə ən aşağısı bir 700-800 manat pulun çıxır. Qəbələdə də, Qubada da, yəni Şamaxıda da hər yerdə eyni elədir. Yəni ki, bir həftə bizdə Qəbələdə istirahət eləmək, mənə elə gəlir bir həftə Bodrumda istirahət eləməkdən baha başa gəlir. Bəs Qəbələyə gedəcəksiniz, Bodruma? Yox, indi biz Qəbələyə gedəcəyik. Çünki işlə əlaqədar çıxa bilmirik. Evdə. Hələ bir planım yoxdur. Bəs adətən haralara getmisiniz, bölgələrə və ya xaricə? Olur, xaricdə olur. Baxır da bu üçün hələ plan yoxdur. Yay tətilində harda istirahət edəcəksiniz? Yay tatilini Türkiye'de. Bəs Bakıda hansısa bölgələrə heç getmisiniz istirahət üçün rayonlarımıza? Gitmişim Sumqayıt, Gebele, başka İsmailiye, Tufan Dağı'na, Şah Dağı'na, Astara, hamısına gitmişim. Ne güzel, hoşunuza gəlib o bölgələr? Çok güzel, beğeniyoruz. Adətən rayonlara gedirəm. Hansı rayonlara? Məsələn, Göygölə getdim, Qaxa gedirəm, bir də Qusara gedirəm. Bu il hansı rayonlara getmək istəyirsiniz? Bu il qismət olsa, yəqin ki, yenə Quba, Qusar. Allah bilir, elə bilmirəm ki. Heç getmisiniz məsələn bölgələrimizə falan? Getmişəm. Hansı bölgələrə getmisiniz? Qəbələ, Şamaxı, Bəs bu il hara getmək istəyirsiniz? Astara.